Düşüncələrimi sorğuya çəkərkən, onlarla savaşmadan, döyüşmədən, həmsöhbət olmağa çalışıram. Suallarımın ətəyindən yapışıb, cavablarıma sarı üst tuturam. Bu dəfə daşların və kitabların sədaqətindən, min illərə söykənən etibarından danışmaq istəyirəm. Axı onlarla necə dost olmayasan? Axı insanlardan fərqli olaraq daşlar da, kitablar da bizi mühakimə eləmir. Onlar bizi heç vaxt məyus etməyən və hər zaman müraciət eləyə biləcəyimiz ən etibarlı, ən güvənli huzur yerimizdir. Kitablar və daşlar heç vaxt dəyişməyən, nə olursa olsun bizə əsla xəyanət etməyən əbədi sədaqət simvoludur. Kitablar susmayan, zaman və məkan dəyişsə də, bütün dövrlərdə bizə həqiqəti pıçıldayan könül dostumuz olub. Daşlar isə zamanın şahidi kimi tarixin yaddaşını sədaqətlə qoruyub, gələcəyə ötürüb. Hər ikisi bizə sədaqətli dost və müdrik bələdçi olub. Bugün Danışan Xəzinə Dost ünvanı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasındayıq. 13 noyabr 1920-ci ildə Azərbaycan Xalq Komissarlığı Bakıda kitabxana yaradılması haqqında 53 nömrəli qərar qəbul edir. 1923-cü ilin may ayında rəsmi açılışı olan kitabxanaya elə həmin ildə Azərbaycan Mərkəzi Dövlət Kitabxanası statusu verilir. İlkin mərhələdə 5000 nüsxə kitab fondu olan kitabxana keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşirdi. 1939-cu ildə isə kitabxanaya böyük mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilir. 1960-cı ildə kitabxana yeni tikilmiş binaya köçür. Binanın tikilməsi və yerinin müəyyən olunması təşəbbüskarı olan xalq yazıçısı Süleyman Rəhimov kitabxana üçün Bakının ən gözəl yerlərindən biri Sahil bağının yaxınlığını, indiki Xaqani küçəsi 57 ünvanını seçir. Beləliklə, akademik Yusif Məmmədəliyev və xalq yazıçısı Süleyman Rəhimovun iştirakı ilə milli ornamentlərlə bəzədilmiş tarixi memarlıq abidəsi olan kitabxana binasının rəsmi açılış mərasimi 1961-ci ildə keçirilir. Qırxıncı illərdə Süleyman Rəhimov Mikail Hüseynovla söhbət eləyirlər. Deyir, Mikail, gəl elə bir şey tikək ki, bizim xalqa bizdən yadigar qalsın. Gəlin Milli Kitabxana üçün, Dövlət Kitabxanası üçün bir bina tikək. Onda o Elmlər Akademiyasının İstiqlaliyyət küçəsində olan binasının zirzəmisində yerləşirdi kitabxana. Gəl onu dedi, işıqlı bir dünyaya çıxardaq və xalqa tarix olsun. Süleyman Rəhimov deyir ki, Mikail, bunun üçün biz Moskvadan icazə almalıyıq. Onlar binanın layihəsini işləyirlər birgə. Süleyman Rəhimov binanın layihəsini götürüb Moskvaya gedir və orada təsdiq olunmur. Və Süleyman Rəhimov xatirələrində yazır ki, 8 dəfə bu binanı təsdiq etmək üçün o Moskvaya getməli olub. Ancaq təsdiq etməyiblər. Və son anda deyiblər ki, Moskvada SSR dövlətinin paytaxtında belə bir bina yoxdursa, Azərbaycanda belə bir bina tikilə bilməz.
1959-cu ildə binanın tikintisi başa çatır. Klassik memarlıq elementləri ilə milli ornamentlərin vəhdətinin uğurlu sintezi binanın əsas memarlıq üslubudur. Ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi kimi Milli Kitabxana binası bütün dövrlər üçün möhtəşəm, əzəmətli bir sərvətdir. Memar Mikayıl Hüseynov kitabxana binasının əsas memarlıq xüsusiyyətlərində milli ornamentlərə daha çox yer verib. Binanın fasadında və xüsusilə portal, eyvan hissələrində zəngin milli naxışlar əks olunub. Simmetrik və monumentallığı ilə seçilən klassik Avropa üslubu Şərq və Azərbaycan memarlıq elementləri ilə peşəkarcasına uyğunlaşdırılıb. Mikayıl Hüseynov bu layihədə dəyişikliklər eləyir. Milli ornamentləri çoxunu çıxardırlar və həmin milli ornamentlərdən biri, bax burada sizin gördüyünüz, bax burada bu ulduzun, bu Sovet ulduzunun yerində 8 guşəli Azərbaycan ulduzu var imiş. Onu da çıxardırlar. Və Mikayıl Hüseynov axır ki Süleyman Rəhimovanı razı salır və binanı tikməyə başlayırlar. Müharibə çətinlikləri olduğuna uzanır və nəhayət bina 1960-cı ildə tikilib istifadəyə verilir. Binanın xarici görünüş və interyer dizaynı vahid ansambl təşkil edir və klassik simmetriya prinsiplərinə uyğun olaraq sərt, eyni zamanda monumental, zərif görünüşə malikdir. Klassik Avropa memarlığına xas proporsiyalar Şərq və Azərbaycan elementləri ilə bəzədilib. Xüsusilə tavanda, sütunların yuxarı hissələrində milli şəbəkə motivləri və incə nəbati naxışlardan geniş istifadə olunub. Kitabxananın fasadında Nizami Gəncəvi, Şota Rustaveli, Aleksandr Puşkin, Məhsəti Gəncəvi, Dmitri Mendeleyev, Həsən bəy Zərdabi, Maksim Gorki, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Bülbül, Niyazi, Rəsul Rza, Mirzə Ələkbər Sabir, Əcəmi Naxçıvani, Sultan Məhəmmədin heykəlləri qoyulub. Memarın özünə məxsus seçimi və uzaqgörənliyi sayəsində bu sehirli məbədə üz tutanlar həmçinin öz sevimli ədəbi qəhrəmanları ilə görüşmüş olurlar. –80-ci illərdə bizim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində müavin işləyən rəhmətli Teymur Əliyev, özü yazıçı idi, şair idi, çox vətənpərvər bir insan idi. Onun vaxtında bu Milli Kitabxananın foyesində yenidən qurma işləri aparılır. Və orada döşəmə taxtadan ibarət idi və qərara gəlmişlər ki, bunu çürüyürdü və onu dəyişsinlər, daşdan eləsinlər. Və o vaxtı rəhmətli o Teymur Əliyev öz üzərinə məsuliyyəti götürərək orada bir 8 guşəli Azərbaycanın milli ulduzundan ibarət orada bir döşəmədə bir, necə deyirlər, böyük bir element yaradıbdır. Zəngin kitab fonduna malik olan Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri qorunub saxlanılır. Burada daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları,
19-cu əsrin dövrü mətbuat nümunələri toplanıb. Kitabxananın Nadir Kitablar və Kitabxana Muzeyi şöbəsində dünyanın 20-yə yaxın dilində ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları qorunub saxlanılır. Kitabxananın arxiv fondunda mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən 91 adda qəzetin 1875-1930-cu illəri əhatə edən əsli və fotosurətləri, Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnallar qorunub saxlanılır. Əsas oxu zalları həm yüksək akustik rahatlıq, həm də estetik gözəllik təmin edərək hündür tavanlı və geniş pəncərəli şəkildə layihələndirilib. Zallardakı stollar və kitab rəfləri binanın ümumi memarlıq üslubuna uyğun dizayn edilib. Burada ümumiyyətlə kitabxana üçün, oxucular üçün çox ideal şərait yaradılıbdır. Siz təsəvvür edirsiniz ki, bunların zalında necə məsələn səs boğucu elementlərdən istifadə olunubdur. Döşəmə ilə o aşağıki tavanın arasında 70-90 sm yer var və bu xüsusi olaraq səs boğucu elementlər qoyulub ki, o bir-birinə səs getməsin. Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer. Bilik, mənəviyyat və zəka mənbəyidir. Buna görə kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən faktorlardan biridir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bugün bu kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplanan kitablara öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm. Bu sözlər mənim deyil. Bu dəyərli ifadələr bir zamanlar oxucusu olmuş ümummilli liderimiz Heydər Əliyevin bu elm, maarif ocağı haqqında səmimi etiraflarıdır. Kitabxananın yeni binasında yaradılan əlverişli şərait, təcrübəli və savadlı mütəxəssislərin çalışması xalqımızın sosial, iqtisadi və intellektual potensialının güclənməsi deməkdir. Hazırda Milli Kitabxanada 21 şöbə, 20 bölmə fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə Milli Kitabxanaya gələrək müxtəlif əhəmiyyətli tədbirlərdə iştirak edib. Azərbaycan Milli Kitabxanasında informasiya texnologiyalarından istifadəyə 1999-cu ildən başlanılıb. 2000-ci ildə internet zalı istifadəyə verilib. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarə etmə sisteminin tətbiqinə başlanmışdır. Bura elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi daxildir. 2013-cü ildə bura dünyanın 44 Avropa ölkəsinin nümayəndələri gəlib və onlar bizim kitabxanaya baxarkən biz deyir hələ də kitabxana üçün belə layihələndirilmiş bina görməmişik. Xüsusilə bizim böyük oxu zalımıza baxanlar xüsusilə o binanın, o zaldan çox böyük deməli zövq alırlar ki, belə bir milli kitabxanada oxu zalının olması çox böyük bir imkandır, çox böyük bir haldır. Kitabxana işi haqqında Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə müvafiq olaraq Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına
milli kitabxana statusu verildi. Nadir Kitab Fondu Milli Kitabxananın ən maraqlı və əvəzsiz güşəsidir. Canlı tarixə şahid olmaq, min illərə işıq salan mədəni abidələrlə canlı təmas qurmaq, könül bağı yaratmaq istəyən Nadir Kitab Fonduna üz tuta bilər. Türkologiyanın banisi Mahmud Qaşqarlının 3 cildən ibarət Divan-ı Lüğət-i Türk əsərinin ilk nəşri Nadir Kitab Fondunda qorunub saxlanılır. Zamandan və məkandan asılı olmayaraq, eyni həvəslə səhifələrini açan, hər kəsə bilik və mənəviyyat bəxş edən yerdir bu məbəd. Burada tarix canlıdır. Burada yaşayan, ömrünü vada verməyən kitablar, mədəni abidələr var. Zaman keçir, zaman su kimi axır. Onlarsa gözləmir, tələb etmir, sadəcə öyrədir və bizi heç vaxt tək qoymur. Və burada daşlar öz sərtliyi, dözümlülüyü, sədaqəti ilə qədim yazıların, abidələrin və sirlərin sadiq qoruyucusudur. Onlar həm keçmişdir, həm də gələcək. Onlar nə unudandır, nə də unutduran. Daş evler arasında neyləyər duman mənə, gülüm diriyəm yenə, heç kəsə demə. Daş evler arasında